Salam yoldaşlar. Bugün mən sizə Abbasqulu Ağabaçıxanovun Qurd və İlbiz təmsilinin izahını verməyə çalışacağam. Deməli, əsər epik növdədir. Məsnən formasında yazılıb. Sonra burada bizim diqqətimizə çatdırılan məqamlar üçüncü şəxsin, yəni müəllifin təkiyəsi vasitəsilədir. Qafiyə quruluşu AA, BB, CC şəklində qafiyələnmişdir. Burada yoxsul qafiyədən və tam qafiyədən istifadə olunmuşdur. Nəzər, qədər, qəhrəman, tufan sözləri yoxsul qafiyədir. Qalan misralarda isə döyürdü, öyürdü. Biz tam qafiyələrdə görə bilirik. Daxmasına, baxmasına sözlərdə tam qafiyədir. Gəlin artıq sətr izahına keçək. Burada deyir ki, bir almanın içində bir qurd vardı, Nacahan sözün mənası. Uşaqlar, Nacahan o deməkdir ki, qəfil. Qəfil. Birdən deyir, külək başladı əsməyə. Alma qopub budaqdan düşərək yerə dəydi. Qurd da düşüb qorxuya əvvəlcə nalə çəkdi. Nalə fəryad deməkdir. Alma deməli qopur, deyir, budaqdan yerə dəyir. Qurd da birinci əvvəlcə qorxur və fəryad qoparır, inilti qoparır. Sonra görür ki, sağ qalıb, sakitləşdi bir qədər. Ahəstə, yəni yavaş-yavaş deyir, çölə çıxdı. Ahəstə sözün mənası yavaş-yavaş deməkdir. Yavaş-yavaş deyir, çölə çıxdı, ətrafa nəzər salmağa başladı. Qamətini da duruşunu düzəldib, qalxıb deyir ki, mənəm qəhrəman. Zərər yetirməz mənə nə bir külək, nə tufan. Deyir, artıq mənə heç bir tufan, heç bir külək zərər yetirə bilməz, çünki mən qəhrəmanam. Bizim bala qurdcuğaz hey döşünə döyürdü, qabil şəxsiyyət kimi hey özünü öyürdü. Deməli, burada artıq biz görürük ki, bu lovğalanmağa, təkəbbürlü olmağa başlayır buradan qurd. Deyir, çox gərəkli varlığam ki, belə mən, Allah məni qurtardı qəbr içində ölümdən. O almanı qəbr içində ölümə bənzədir və deyir ki, mən çox gərəkli varlığam da. Ona görə də Allah məni qəbr içində ölümdən qurtardı. Qurda yaxın bir İlbiz sıxılıb daxmasına, ətrafı seyr edirdi qurd onun baxmasına. Deməli, qurda yaxın baxın bir İlbiz, burada da şəkildə də göstərilibdir ki, qurda baxır. Qurd da görür ki, İlbiz buna baxır və başlayır danışmağa. Ətrafı qurd onun baxması. Deyir, nəzər salıb fəxr ilə bağırdı, ey, bura bax, gör mən necə qoçağam. O biraz da qalxaraq, daha da deyir, qalxmağa çalışır. Alma üstə dikəldi, dedi, minarəyəm mən. Yaxın gəl, ta sayəmdə qorunasan küləkdən. Minarə sözün mənası azan vermək üçün məscidlərin yanında və yaxud da ki, ətrafında üstündə ucaldılan qüllədir. Özünü qülləyə, minarəyə bənzədir. Bu artıq biz bunu təşbih adlandıra bilərik. Yaxın gəl, deyir, sayəmdə ta qorunasan küləkdən. İlbiz, baxırsınız burada İlbizin diyaloquna yer verilmir. İlbiz sadəcə ətrafı seyr edir və diyaloqu yoxdur, danışmayacaq. Sonra deyir lakin İlbiz sıxıldı etibarlı qınına, dinməyib tanatdan baxdı heyrətlə ona. Birdən külək başqa bir güclə əsdi çoxaldı, ağasından yer üstünə böyük bir alma saldı. Alma düşdü dost doğru, məğrur qurdun başına. Məğrur da vüqarlı deməkdir, əzəmətli. Bu qoçağı döndərdi dərhal xəmir aşına. Hava sakitləşəndə İlbiz çıxdı yuvadan, gördü əzilmiş səfih, təkəbbürlü qəhrəman. Biz buradan görürük ki, qurdun başına alma düşəndə İlbiz bunu görmür. Hava sakitləşən sonra qınından çıxır və görür ki, artıq qurd əzilib. İlbiz ahəstə dedi, budur şöhrətin sonu. Yersiz öyünmək qürur, məhv etdi axır onu. Baxın, artıq burada İlbiz danışmağa başlayır. Ahəstə, yavaş-yavaş deyir ki, İlbiz, budur şöhrətin sonu. Yersiz öyünmək qürur, məhv etdi axır onu. İnanın bu İlbizə bir hikmət söyləyim mən. Öz yurduna sığınmaq yeydir. Sarsaq ölümdən yey sözünün mənası isə klassik ədəbiyyatımızda daha yaxşı, daha gözəldir deyir sarsaq ölümdən. Burada bir-iki test verilib, onların da izahına baxaq. Qurd cəsarətli olduğu üçün ölümdən qorxmur, yanlışdır. Əsərdə qorxmazlıq, cəsarətli olmaq təriflənir, bu da yanlışdır. Bizdən doğru fikirlər istəyirlər. Qurdun qoçaqlığı İlbizi heyrətlənir, belə bir məqam yoxdur. Qurdun məhv olmasının səbəbini özündə axtarmaq doğrudur. Bəli, onun təkəbbürlü olması, lovğa olması onun axırına çıxır. Cavabımız olacaq D-bəndi. İlbiz paxıl olduğu üçün heç bir paxıllığa yer verilməyib İlbizin. Ona görə də bunu biz yanlış qəbul edəcəyik. Fikirlərdən biri səhvdir. Nəsihətimiz fikir ifadə olunub, bəli, lovğalıqdan
Təkəbbürdən uzaq durmağa çağırış var. Gülüş doğuran məqamlarda var, bəli. Qurd İlbizə üstdən aşağı baxır. Qurd, bəli, lovğalanır. İlbiz çox ehtiyatlıdır, bu da düzdür. İlbiz qurddan çəkinib onun yanına getmir. Belə bir məqam yoxdur. Ona görə cavabımız olacaq E bəndi. O sadəcə etibarlı qınına sığınmağı üstün bilir. Belə bu qədər. Ümid eləyirəm ki, sizlər üçün